Ramiz Mehdiyevin bir başmaq cütləyəni vardı, Əli Həsənov. Bu sözləri tanınmış jurnalist Heydər Oğuz sosial media hesabında yazıb. Vaxtilə Yapon qurucularından olan Əli Nağıyevin xalası oğlunun dəftərini daşımaqla evinə çörək aparan, ac uşaqlarını doyuran Əli Həsənovun indi nələri var? Siyahını olduğu kimi diqqətinizə çatdırırıq. Oxuyun görün xaç atasını və digər əqidədaşlarını Ramiz Mehdiyevə, dolayısıyla Moskvaya satmaqla Əli Həsənov necə qaz vurub qazan doldurub. Bir də utanıb qızarmadan mənim Ramiz Mehdiyevlə nə əlaqəm var deyir. Heydər Oğuz 5-ci kolonun dəftər daşıyan, ayaqqabı cütləyən üzvü kimi təqdim etdiyi Əli Həsənovun gözdən yayınmayan mülkiyyətində təqdim edib. Bakı şəhərində Dostluq 5 yaşayış kompleksi, 7 blok, 18 mərtəbə. Bakı şəhərində Evrostroy SS yaşayış kompleksi, 12 bloklu 16 mərtəbədən ibarət olan 2 kompleks. Bakı şəhərində Rahatlığın məkanı Gold yaşayış kompleksi, 25 blok. Bakı şəhərində Araz 2011 yaşayış kompleksi. Paytaxtda Heydər Əliyev prospektində 6 bloklu yaşayış kompleksi. Bakı şəhərinin Nərimanov rayonunda Çanaqqala restoranı ilə üzbəyüz 5 bloklu bina. Bakı şəhərinin Ceyhun Hacıbəyli küçəsində Araz İnşaat tərəfindən tikilən yaşayış kompleksi. Obyekt olaraq tikilərək icarəyə verilmiş daşınmaz əmlakları. Nərimanov rayonu Ağa Neymətullah küçəsində 5 ədəd qeyri-yaşayış sahəsi. Hər biri 3-5 min kvadrat metr. Nərimanov rayonu Atatürk prospekti 6-8 ünvanında Araz şirkətinin yerləşdiyi 2 mərtəbəli ofis binası. Ziya Bünyadov prospektində 31 ədəd qeyri-yaşayış sahəsi. Nərimanovda köhnə erməni qəbirstanlığı ərazisində 3 futbol stadionu. Nərimanov rayonu İqtisad Universiteti ilə üz-üzə 10 min kvadrat metr ərazisi olan avtoqaleriya. Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində 4 ədəd böyük obyekt, Hilal elektrik binası və yanındakı 3 bina. Nərimanov rayonu Təbriz küçəsində 3 qeyri-yaşayış sahəsi. Azadlıq prospektində inşa edilmiş otel binası. Restoranları. Fəvvarələr meydanında Cook Zone restoranı, Park, Bulvar və Metroparkda Big Chef və Fast Food restoranlar şəbəkəsi. Nərimanov rayonu Atatürk parkında Park restoranı. Nərimanov rayonu Atatürk parkında Bir House restoranı. Atatürk parkında Garden restoranı. Həsən Əliyev küçəsinin Murad küçəsi ilə kəsişməsində 50 sot ərazidə Şadlıq evi və gecə klub kompleksi. Nərimanov rayonunda yerləşən Hamam kompleksi. Nərimanov parkı ərazisində 3 ədəd restoran və oyun atraksiyonları. Dövlət hesabına tikilərək mənimsənilmiş obyektlər. Nərimanov rayonu Köroğlu Rəhimov küçəsi 3A ünvanında dövlət hesabına tikilərək mənimsənilmiş 12 min kvadrat metrlik qeyri-yaşayış sahəsi. Nərimanov rayonu Heydər Əliyev prospektində dövlət hesabına tikilmiş 5 binada qohumlarının adına yazdırdığı 10 ədəd mənzil. Villaları. Əhməd Rəcəbli küçəsində Hilal elektrik mağazasının arxasında tikilmiş 3 ədəd 4 mərtəbəli villa. İstanbulun lüks səmtində boğaz mənzərəli qəsr. Qiyməti 25 milyon Amerika dolları. Şamaxıda 4 ədəd villa, Novxanıda 2 ədəd villa, Nərimanovda köhnə erməni qəbirstanlığı ərazisində 6 ədəd villa. Digər obyektləri. Zavod. İstanbulda Mercedes markalı yük maşınları istehsal edən zavod. Dəyəri 120 milyon dollar. Kənd təsərrüfatı. Ramanıda 10 hektar ərazidə 1000 baş heyvanın saxlanıldığı ferma. Gecə klubu. Nərimanov rayonunda Las Vegas gecə klubu. Nərimanov rayonunda 30 ədəd ticarət köşkü və avtoyuma. Nərimanov metrosu üzərində 4 ədəd qeyri-yaşayış sahəsi. Heydər Oğuz qeyd edib ki, iddialara görə Əli Həsənovun siyahısını təqdim etdiyi mülkiyyətinin qiyməti 2 milyard dollardan çoxdur. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.